Bu hadisə ilə bağlı onu deyə bilərəm ki, 10 gün bundan qabaq təxminən Bakıxanov qəsəbəsində yerləşən Aygün Ticarət Mərkəzinə daxil olmuşam. Mağazalardan birinin qarşısında duran manikenin üzərindəki gödəkçəni götürmüşəm. Hadisəni törədərkən də narkotik maddənin təsiri altında olmuşam. Bu hadisə ilə bağlı onu deyə bilərəm ki, 10 gün bundan qabaq təxminən Bakıxanov qəsəbəsində yerləşən Aygün Ticarət Mərkəzinə daxil olmuşam. Mağazalardan birinin qarşısında duran manikenin üzərindəki gödəkçəni götürmüşəm. Hadisəni törədərkən də narkotik maddənin təsiri altında olmuşam. Bu hadisə ilə bağlı onu deyə bilərəm ki, 10 gün bundan qabaq təxminən Bakıxanov qəsəbəsində yerləşən Aygün Ticarət Mərkəzinə daxil olmuşam. Mağazalardan birinin qarşısında duran manikenin üzərindəki